Qocalı faciəsinin 34-cü il dönümünə həsr olunmuş, anım tədbirimizə başlamamışdan öncə Qocalıda həlak olanların və vətənin bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Kırılan beşiklerin, susan laylaların, yetim kalan nefesiyem. Ben yanan otaqların üstüsüyem, dağılan yurtların ağlıyam. Torpaq üstüne düşen, körpə adımların unudulmayan sesiyem. Məni torpaq saxlayacaq, məni tarix unutmayacaq, məni xalqım yaşadacaq. Mən bugün susmuram, çünki Xocalı yaşayır. Mən bugün ağlamıram, çünki Xocalı diridir. Mən o gecədən gələn səsəm, unudulmayan, silinməyən, yaşayan səs. Mən hələ ki əsir Xocalıyam. Bu dağların boynunda yaşıl bir kent var idi. Elvan saray, güllü bağ, yine aynamənd var idi. Neçə dodağı şeker, söhbəti qənd var idi. Neçə ince beli güzel, zülfü kəmənd var idi. Yoktu daha, nağıldı, itti, battı, nağıldı. Benim
şirin qafiyə, mənim üçcə hecalım, Xocalım, ay Xocalım. Əllərimlə ördüyüm gözəl gözlü gül qızım. Bir cəsir düşməsin ömrüm günüm dediyim mənim həyat yoldaşım. Bu cəsədlər içində cəsədimi görüm ilahi. Əllərini, qollarını, gövdəsindən ayrılmış başı çıxsın qarşıma. Bir cəsir düşməsin. O kiçik barmaqları toxunsun əllərimə. Saçının bir dəni də keçməsin düşmən əlinə. Mən razıyam. Mən razıyam taleyin ən ağır hökmünə ilahi. Bircə əsir düşməsin. Fatıma, Banu qızım, Fatıma. Fatıma! 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 Bekle kızım sağ ol. Banu! Banu! Fatıma! Banu! Kızım geldim kızım. Geldim. Üşümsən. İndi nəfəsimlə istənəm səni kızım. Gözəl qızım, çiçək qızım, gül qızım. Axı bayaqdan səni çağırıram. Niyə cavab vermirsən, gözəl gözlüm? Bağışla məni bala, bağışla. Səni düşmənin oyundan qoruya bilmədim. Səni taleyin amansından qoruya bilmədim, bağışla. Başını qaldır. Başını qaldır, üzünü çəkib. Danışan Çingiz Mustafayev'dir. Danışan Çingiz Mustafayev'dir. Biz indi Xocaldayıq. Yox, mən qorxmuram. Çünki bunu kimsə çəkməlidir. Eşidirsiniz? Alo. Abala, nədir bu evin halı? Yenə niyə bütün oyuncaqları tökmüsən ortalığa? Bu oyuncaq kameranı yeğeninlə yerə qoymuşsan ay bala. Dərslərini oxu. Sən uşaqsan axı. Mən uşaq deyiləm atacan. Mən böyüyəndə Çingiz Mustafayev olacağam. Onun kimi qorxmaz, cəsur olacağam. Dünyaya əsl qəhrəman kimi tanınacağam. Çingiz Mustafayev? Oğlum, sən tanıyırsan o kimdir? Hə ana, əlbəttə. Onun kamerası silahı idi. Hətta silahdan da güclü idi. Düz deyirsən oğlum. Gəl elə. O Xocalını dünyaya göstərdi. Göstərdi ki, başımıza nələr gətirdilər. Göstərdi ki, tarix boyu başı bəlalar çəkən Azərbaycana, Azərbaycan xalqına necə divan tutulur. Ata, Canım. müəlliməm deyir ki, Xocalı o gecə qan ağladı.
bir şəhər necə ağlaya bilir axı? O gecə Xocalı sadəcə bir şəhər deyil, oğul. Xocalı uşaq səsi idi. Ana nəfəsi idi. Yarım tutqalanlar idi. Sənin yaşında uşaqlar vardı. Oyuncaqlarını qucaqlayarkən qaçan, qorxu hissini anlamadan güllə sesini eşitmişlər. Onlar günahkar deyil, oğlum. Onların günahı Azərbaycanlı olmaq idi. Xocalı unutma. Unutma oğlum. Unudan yox, hatırladan ol. Biz sussaq, tarih yarımsız qalır. Tanışsaq, ədalət başlayır. Xocalı göz yaşı. Amma başı bir qaldır göz yaşı. Oğlum, o gecə sənin kimi uşaqlar dolu. Analar körpəsini sinəsinə sıxıb qaçırdı. Cavan qız gəlinlər ölmək üçün dua edirdi oğul. Ata, Canım. ana, bəs Çingiz Mustafayev? Çingiz geri çəkilmədi oğlum. Çəkmə, öldürərlər dedilər. O isə əgər çəkməsən, tarix bizi bağışlamaz dedi. Mən də çəkəcəm. 90 da çəkəcəm. Mən də onun kimi qəhrəman olacam. Ana, o gecə Xocalıda həlak olanlara vurmuşam. Hə? Şahdır oğlum. O gecə Xocalıda torpağa qarışan hər kəsin ruhu artıq şaddır. Əlbəttə sən, əgər istəyirsənsə çəkəcəksən. Ancaq azad Xocalı çəkəcəksən. Sən xoşbəxt Xocalı çəkəcəksən mənim balam. Sən sevinclə böyüyüb, xoş günlər sürəcəksən. Bilirəm ana, uzun illər işğal altında qalan Xocalı şəhəri 2023-cü ilin sentyabr ayında keçirilmiş hərbi əməliyyatlar nəticəsində Azərbaycan tərəfindən nəzarətə alındı. Ali Baş Komandanımız İlham Əliyev 2023-cü ilin 15 oktyabrında üstənkli Azərbaycan bayrağını Xocalıda yenidən dalğalandırdı. Mən o gecə bu torpağa öz sahilərimə gəlmişdim. Soğuklar ayaqlarımı kəsildi. Amma vicdanım məni iləri sürüldü. Düşünürdüm ki, gecikmişəm. Amma bilmirdim ki, tarixlə məni göstərir. Mən o gecə körpə qızımın bağrına basanda soyuqdan yox, ağzından alıb saçan güllələrdən qorxurdum. Mən o gecə düşündüm ki, görəsən bu torpaq yenə güləcəkmi? Görəsən körpə qızımın yarımçıq qalan nəfəsi hədər getməyəcək ki? Bugün cavab burada. Görəsən, atam məni xatırlayır. Bilirsiniz, mən azad Xocalı görə bilirəm. Mən daha üşümürəm də, qorxmuram da. Xocalıda xoşbəxt yaşayın. Gülün, şənliyin, düşmənlər bilsin ki, onlar bizə əsla boyun tüküb görə bilməyəcəklər. Mən qayıtdım və Xocalını azad gördüm. Mən qayıtdım və bu torpağın əsir olmadığını gördüm. Mən qayıtdım və bildim ki, çəkdiləri itmədi. O vaxt kameram titriyirdi. Bugün isə tarix titriyir. Amma qorxudan yox, ədalət ağırlığından. Ey Xocalı, sənin ailəni bütün dünyaya çatdırmaq mənim borcum idi. Ey Xocalı, sən azadlığını
İllər keçdi. Göz yaşlarım torpağa qarışdı, dualarım göyə yüksəldi. Və bir gün, gürurla dalğalanan bayrağım qayıtdı üstümə. O gün şəhidlərin rahat nəfəs aldı. O gün analarımın gözündə ilk dəfə sevinç parladı. O gün mən yenidən doğuldum. İndi baxın mənə, dağıdılmış evlərimin yerində ümid cücəlir. Susmuş küçələrində uşaqların gülüşü səslənir. Mən artıq ağlı deyiləm. Mən zəfərin, qürurun, dilsəlişin adıyam. Unutmayın məni. Unutmayın o gözəli. Amma qorxmayın da. Çünki mən artıq azad Xocalıyam. Bir amalla, bir arzuyla yaşamışız bütün bu iller arasındaki bu torbalara kaymış. Ermənistan ordusunu məhv etmiş. Ermənistan ordusu belə oluşmuş. Hərbi cinayətlər var. Bizim qisasımız alındı. Biz Xocalıya qayıtdıq. Biz gücümüzü sübut etdik. Xocalı öz rəylərinə qayıtdı. Xocalı azaddır. Bununla da ben bir sona çatırım. Geldiğiniz için her birinize derin teşekkür ederim.